Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, afiyeti, salamı sizin ve ailenizin üzerine olsun. Biz Ramazan ayında yaşayırıq. Ramazan ayının da bereketi, ruhu, canı Kur'an-ı Kerim'dir. Biz de imkanımız dahilinde bu ay boyu sizi Kur'an-ı Kerim'le tanış etmeye çalışırıq. Kur'an-ı Kerim'in değerlerini sizle paylaşmaya çalışırıq. Ne için? Çünkü isteyirik ki Kur'an merkezli bir din olsun. Kur'an merkezli bir insan olsun. Kur'an merkezli bir ümmet, toplum, cemiyet olsun. Bütün münasibətlərini, sosial, siyasi, əxlaqi, düşünsə, bütün münasibətlərin hamısının ailəvi münasibətlərin əsasına Allah'ın qoyduğu ölçüləri qoysun. Kur'anla inşa olmaq bu deməkdir, gözəl insanlar. Eyni zamanda deyirik ki, bütün ibadətlərin hədəfi insanı təqvaya qovuşturmaqdır. Təqvaya da necə ölçü qoyduq? Təqva insan olmağın haqqını verməkdir. Təqva insan olmağın haqqını verməkdir. Biz bəşər olaraq doğuluruq, insan oluruq. İnsan olmaq əmək istəyir. Gözəl insanlar tərbiyə istəyir. Əmək istəyir, qaynaq istəyir, məktəb istəyir, kitab istəyir, doğru ölçülər istəyir. Doğru dəyərlər istəyir, universitet istəyir, müəllim istəyir. Ona göre güzel insanlar biz insan olmağın da hakkını vereceğiz. Yani Allah'ın buyurduğu ölçülerle inşa olacağız. Allah karşısında ve insanlık karşısında məsuliyyətimizi dərk edəcəyik. İndi hədəf, bütün ibadətlərin hədəfi təqvalı olmaqdırsa, təqvalı olmağın da əziz Allah əlamətlərini saydı. Mən də bu videolarımda, Ramazan boyu çəkdiyim videolarda təqvalı insanın, müttəqi insanın, məsuliyyətli insanın, insanlığının haqqını veren insanın, insanlığın haqqını vermək tövhid inancına sahib olmaqdır. Allah'a şərik qoşmamaqdır, ədalətli olmaqdır, mərhəmətli olmaqdır, barışı istəməkdir, elmi istəməkdir, xeyri, birliyi, hüzuru, güvəni çoxaltmaqdır. İnsanlığın haqqını, insan olmağın ölçüsü budur. Başkalarını düşünməkdir. İndi əziz Allah, bu oxuyacaq. Ötən programda, ötən videomda mən müttəqi ilə sosial əlaqələr, sərvət arasında bağ qurdu Allah, onu sizə açıqlamağa çalışdım. Yəni müttəqi isə o bizim əməlimizdə özünü göstərəcək. Cəmiyyətdəki sosial barışı təmin edəcək əsaslar qoyub əziz Allah. İndi bu ayədə də əziz Allah müttəqi olmaqla, müttəqilərlə, Allah'a gerçəkdən inanan insanlarla, o məsuliyyət şuuru olan insanlarla onların əlamətinin birini sayır. Yəni ədalət arasında bağ qurur. Müttəqi olmaq, təqvalı olmaq və ədalət. Dinin, cəmiyyətin, siyasətin, inkişafın əsası Allah'a görə ədalətdir. Barış mı istəyirsiniz? Ədalətli olacaqsınız. Huzur mu istəyirsiniz? Ədalətli olacaqsınız. Güvən mi istəyirsiniz? Ədalətli olacaqsınız. Ədalət hər şeyi yerli yerine koymaqdır. Əksi də zulümdür. Zulüm bir şeyi yerindən etməkdir. Eğer bir insana hak ettiği hakkı vermirsinizse siz ədalətli değilsiniz. Ona göre hak edene hakkını vermek adalettir. Tekçe insanlara karşı değil, suya karşı, çiçeğe karşı, böceğe karşı, bahçeye karşı, sosyal münasibətlere karşı hamısının esasında adalet var güzel insanlar. Şimdi bu ayeti okuyacağım size, birinci ayet okuyacağım. Maide suresinin 5. surenin 8. ayetidir. Orada əziz Allah təqva ile müttəqi insanların özelliği olan adalet arasında bağ kurur. Orada əziz Allah buyurur ki, ey iman edenler, Bismillahirrahmanirrahim. Ey iman edenler, yani imanlısınızsa, gerçekten iman sahibisinizse, Allah'ın buyurduğu kimi iman etmişsinizse imanınızın bir əlaməti olacak. Şimdi Allah əlaməti bize açıklayacak. Bak o əlamətə göre diyecek ki bu imanlıdır. İman dilde olan bir şey değildir. Adaletli değilikse istiyorsunuz evinizin her yerine Kur'an-ı Kerim koyun. Hiç 24 saat başınızı secdeden götürmeyin. Onun size bir faydası olmaz. Ey iman edenler, Allah için şahitlik edenler olarak, bakın Allah için şahit olacaksınız. Bir şeye şahitlik edirsinizse Allah beni görür, bilir ve eşidir inancıyla edeceksiniz. Yani hakkın tarafını tutacaksınız. Doğru, dürüst şahit olacaksınız. Kimsenin hakkını yemeyeceksiniz. 2. Allah için şahitlik edenler olarak adaleti həssaslıkla ayakta tutun. Bakın o kadar həssaslıkla bütün
Azərbaycan dilində bir söz var, yüz ölç, bir biç. Bu qədər bir həssaslıqla, çünki ədalət Allah qarşısında ən önəmli dəyərlərdən biridir. Baxın, tövhid, ədalət, mərhəmət. Siz də deyir, əgər müttəqisinizsə, ədaləti həssaslıqla ayaqda tutacaqsınız. Baxın, sonra nə buyurur? 4-cü ölçünü gətirir. Bir topluma qarşı öfkəniz sizi ədalətsizlik günahına sövq etməsin. Ola bilər ki, bir insana qarşı, bir topluma qarşı içinizdə bir öfkə var, sizə bir pislik eləyib. Həqiqətən sizə pislik eləyib. Amma Allah buyurur ki, ədalət sadəcə dostlarınıza, ailə üzvlərinizə, qardaşınıza, atanıza, ananıza göstərərkən ədalətli olmuş sayılmırsınız. O zaman gerçəkdən ədalətli olmuş sayılırsınız ki, biri sizə pislik eləyib. Sizin də ona qarşı içinizdə öfkəniz var. Amma o öfkə sizi ona qarşı zülm etməyə, həddi aşmağa sövq etmir. Çətindir, deyilmi? Baxın, bəs bir insanın dəyəri nə zaman ortaya çıxır? Dar və zor anda. Öfkəli ikən, öfkəni udub, o mənə pislik etsə də mən ona qarşı zülm etməməliyəm. Baxın, haqqımı istəməməliyəm demirəm, zülm etməməliyəm, həddimi aşmamalıyam, ədalətsizlik etməməliyəm deyirəm. Sonra bax, əmr gəlir, adil olun deyir. Allah əmr eləyir, Allah ədalət əmr eləyir. Müsəlman kimdir? Ədalətli olandır. Müttəqi kimdir? Ədalətli olandır deyir. Bax, sonra nə buyurur? O, yəni ədalətli olmaq, ədalətli davranmaq Allaha qarşı təqvalı, yəni Allaha qarşı məsuliyyətini yerinə yetirən insanlar üçün Allaha qarşı təqvalı olmağa daha yaxın bir davranışdır. Yəni təqvalı olmağın ən önəmli əlamətlərindən biri nədir? Ədalətli olmaqdır. Allah buyurur ki, mən sizi bu ölçü ilə ölçəcəm. Təqvanızın dərəcəsini, müttəqi olmanızın dərəcəsini bu ölçü ilə ölçəcəm. Siz Allah üçün şahidlik etdinizmi, etmədinizmi? Ədalətli həssaslıqla ayaqda tutdunuzmu, tutmadınızmı? Bir topluma qarşı öfkəniz o topluma qarşı zülm etməyə sizi yönəltdimi, yönəltmədimi? Ədalətli oldunuzmu, olmadınızmı? Və siz bilin ki, təqvalı olmağın ən önəmli özəlliyinin biri ədalətli olmaqdır. Sonra buyurur ki, deməli, o, yəni ədalətli davranmaq Allaha qarşı təqvalı, duyarlı olmağa ən yaxın bir davranışdır. Baxın, diqqət edin, Allaha qarşı təqvalı, məsuliyyətli olun deyir, əmr eləyir. Ədalətli olun, Allaha qarşı təqvalı olun. Yəni, insanlığınızı yerinə yetirin. Məsuliyyətli olmaq nə deməkdir? Verdiyin sözün məsuliyyətini üzərinə götürməkdir. Mömin olmaq Allaha söz verməkdir. Ədalətlisənsə möminsən, paylaşırsansa möminsən, tövhid inancına sahibsənsə möminsən, cəmiyyətdə sosial bağları qurmaq üçün əlindən gələni edirsənsə, təqvalısan, Allaha qarşı məsuliyyətini yerinə yetirirsən. Bax, sonra ayə belə bitir, gözəl insanlar. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. Baxın, təqva və ədalət bağını qurdu və ayəni nə ilə bitirdi? Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. Yəni, insana bir şuur verirdi. Allah səni görür, Allah səni bilir və Allah səni eşidir. Allahın hər zaman Allah məni görür, bilir, eşidir inancı insanı ədalətə yönəldir. Əgər gerçəkdən insanlar Allahın onu gördüyünü, bildiyini, eşitdiyinə iman etsəydilər, baxın, gözəl insanlar, polisə ehtiyac olmazdı. Məhkəmələrə ehtiyac olmazdı. Əgər insanlar inansaydılar ki, gerçəkdən Allah məni görür, bilir və eşidir. Allahın məni gördüyünün, bildiyinin, eşitdiyinə inandığımın əlaməti nədir? Mən ədalətliyəm, mən təqvalıyam, mən paylaşmağı sevirəm, mən Allahın rızası olan işlərlə məşğul oluram. Mən iki dünyanı bir-birinə bağlayıram, mən Allaha kimsəni şərik qoşmuram. Hər işimdə, hər sözümdə, ailəmdə, cəmiyyətimdə, toplumumda, dövlətimdə ədalətin ayaqda durması üçün, dayanması üçün əlimdən gələni edirəm, gözəl insanlar. Yəni, əziz Allah imanla salih əməl arasında bağ qurdu. Ədalətlə təqva arasında bağ qurdu, gözəl insanlar. Yəni, bizə dedi ki, bizə buyurdu ki, qurtuluşunuzun 2 dənə ölçüsü var. İman və salih əməl. Qurtuluşçu axtarmayın.
Xilaskar axtarmayın. Xilaskar özünüzsünüz. İmanınız ve salih əməlinizdir. Gözəl insanlar. Əziz Allah belə buyurur. Allah təqvamızı artırsın, ədalətimizi artırsın, huzurumuzu artırsın, güvənimizi artırsın. Bizi müttəqilər sırasına yazsın. Bizi müttəqilər sırasına yazmaq üçün də biz əlimizdən gələn hər şeyi etməliyik. Xeyri, bərəkəti, ədaləti, təqvanı, məsuliyyəti, barışı, huzuru, elmi, güvəni çoxaltmalıyıq. Gözəl insanlar. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.